Salam değerli izleyiciler, değerli futbol severler. Arkada gördüğünüz bu möhtəşəm stadionda möhtəşəm maç başlayacaq. Belə ki, Azərbaycan çempionu Qarabağ komandası Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniya təmsilçisi Eintracht Frankfurtu qonaq edəcək. Sizcə bu görüşdə hansı komanda qalib gələcək? Qarabağ komandası növbəti mərhələyə yüksələ bilərmi? Fikirlərinizi mütləq şərhlər bölümündə yazın. Biz isə Bakı sakinlərindən soruşaq. Görək onlar nə düşünür? Bildiyiniz kimi Qarabağ komandası Almaniya təmsilçisi Eintracht Frankfurtu qonaq edəcək. Sizcə bu oyunda hansı komanda qalib gələcək? Mənim fikrimcə Qarabağ 2-1 qalibiyyət, yəni bizdədir də. Hesab təxmininiz 2-1-dir. Sizcə qolları kim vura bilər? Nərimandan başqa hamısı. Nəriman sizcə Qarabağda qalmalıdırmı, getməlidirmi? Mənim fikrimcə hər ki oyuna çıxmasın. Siz də zəhmət olmasa yaxınlaşın. Siz nə düşünürsünüz? Qarabağ bu görüşdə qələbə qazanacaqmı? 2-1 qələbəsinə mən eyni hesabı təxmin edirsiniz. Bəs qolları kim vurar sizcə? Nəriman vurar birini. Nəriman vurar. Digər qolu bəs kim vurar? Yəni. Bildiyiniz kimi Qarabağ komandası Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniya təmsilçisi Eintracht Frankfurtu qəbul edəcək. Sizcə bu görüşdə hansı komanda qalib gələcək? Bir Azərbaycan olaraq həmişə öz komandamızı dəstəkləmək lazımdır məncə. Axır vaxtı bir Nərimanın üstünə düşmüşlər performansına görə, amma məncə bir daha şans vermək lazımdır. Çünki yenə də öz komandamızdır və həmişə bir yaxşı nəticələrə ümid edirik. Hesab təxmininiz necədir? 2-1 belə hardasa. Qarabağ qələbəsi. Qarabağ qələbəsinə, bəli. Qolları kim vurar sizcə? Bir güclü performans, açıq sözü bir Nərimandan gözləyirəm. Çünki onu buraxsalar, axırıncı bir situasiyalardan sonra məncə istəyər ki, özünü biraz görsətsin. Kamillə Duran variantı da var burada. O da əsasən start heyətdə meydana buraxılır. Onun qol vurma ehtimalı nə qədərdir sizcə? Ondan da bir performans gözləyirəm, amma açıq sözü mən şansı daha çox qoyuram Zubirin üstünə. Abdullah Zubir bəli. Bizim kapitanımız. Uğurlar diləyirik biz də Qarabağ komandasına. Düzdür, uğurlar. Siz də Qarabağ azərkeşlərinə və Qarabağ komandasının futbolçularına nə demək istəyirsiniz oyun öncəsi? Oyun öncəsi odur ki, oyuncular necə tipli bir performans verməsə də həmişə öz komandanı dəstəkləmək lazımdır və bir dənə şey nəzərə almaq lazımdır ki, bütün oyuncular onlar da insandırlar. Ona görə həmişə öz komandamıza balet eləyin, arxalarında durun ki, onlar da yaxşı bir oyun görsəsinlər. Bəli, dəyərli izləyicilər, gördüyünüz kimi Bakı sakinləri Qarabağ komandasının qələbə qazanacağına və növbəti mərhələyə yüksələcəyinə inanırlar. Siz də öz fikirlərinizi şərhlər bölümündə mütləq yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutmağı da unutmayın. Biz isə növbəti video ilə sizin qarşınıza gələcəyik. Hələlik.